Sankt-Peterburqda Boris Yeltsin adına Prezident Kitabxanasında Rusiya Prezidenti Vladimir Putin ilə Birləşmiş Ştatlar Prezidentinin xüsusi nümayəndəsi Steven Witkoff arasında görüş keçirildi. Son bir neçə gündə ikinci görüş idi. İlk danışıqlar ötən həftə Vaşinqtonda baş tutub. Reutersin mənbələrinə görə Dmitriyevlə ilk görüşdən sonra Witkoff Trumpla sülhə nail olmağın ən qısa yolunun Donetsk, Lugansk, Xerson və Zaporojye bölgələrinə nəzarəti Rusiyaya təhvil verməyi nəzərdə tutan strategiyanı dəstəkləmək olduğunu deyib. Agentliyin iki mənbəsi Trumpın Ukrayna üzrə xüsusi nümayəndəsi Kate Kellogg-un Witkoffun mövqeyini dəstəkləməməsinə aydınlıq gətirib. Məlumata görə Kellogg Trumpa deyib ki, Ukrayna bu ərazilərlə bağlı bəzi şərtləri müzakirə etməyə hazır olsa da, bu bölgələrə tam nəzarəti bir tərəfli qaydada Rusiyaya verməyə heç vaxt razı olmayacaq. Kellogg 2-ci Dünya müharibəsindən sonra Berlinlə olduğu kimi Ukraynanın faktiki olaraq təsir zonalarına bölünə biləcəyi atəşkəs planını təklif edib. Onun fikrinə görə Rusiya Ukraynanın şərqinə nəzarət edir və Britaniya və Fransa qüvvələri qərbdə zəmanət missiyasının bir hissəsi kimi peyda ola bilər. Birləşmiş Ştatlar quru qoşunlarını göndərməyəcək, lakin koordinasiyada iştirak edə bilərlər. Ukrayna və Rusiya Federasiyası orduları arasında eni 18 mil olan bufer zonanın yaradılması təklif edilir. Atəşkəs bağlandıqdan sonra Ukraynada yeni seçkilər keçirilə bilər.